Salam dostlar, bu videoda OSI modelinin ikinci hissəsinə aid olan sualları izahlı formada cavablandıracağım. Birinci sualdan başlayaq. Birinci sual bizdən soruşur ki, məntiqi adresləmədən hansı layeri cavabdehdir? Məntiqi adresləmə deyərkən IP adreslər nəzərdə tutulur. Doğru cavab C variantı network layer. IP adreslər üçüncü layer olan network layerə aiddir. Keçək növbəti suala. 2 nömrəli sual. Switchlər OSI modelinin hansı layerində işləyir? Doğru cavab B variantı, layer 2. Switchlər OSI modelinin ikinci layeri olan data link layerdə işləyir. Keçək növbəti suala. 3 nömrəli sual. Hansı protokol transport layerdə işləyir? Doğru cavab C variantı, TCP. TCP OSI modelinin dördüncü layeri olan transport layerdə işləyir. UDP protokolu həmçinin transport layerdə işləyir. Keçək növbəti suala. 4 nömrəli sual. Applicationlar arasında sessiyanı idarə edən layer hansıdır? Doğru cavab A variantı session layer. 5-ci layer olan session layerdə sessiyalar başladılır, davam elətdirilir və sonlandırılır. Keçək növbəti suala. 5 nömrəli sual. FTP protokolu OSI modelinin hansı layerində işləyir? Doğru cavab C variantı, application. FTP'nin açılışı file transfer protokol. File transfer protokol OSI modelinin 7-ci layeri olan application layerdə işləyir. Keçək növbəti suala. 6 nömrəli sual. Data link layerdə PDO necə adlandırılır? Doğru cavab A variantı frame. İkinci layer olan data link layerdə PDO'lar frame adlandırılır. Keçək növbəti suala. 7 nömrəli sual. İstifadəçiyə ən yaxın layer hansıdır? Doğru cavab C variantı application. Application layer istifadəçiyə ən yaxın layerdir. Application layer birbaşa applicationlarla əlaqədə olur. Keçək növbəti suala. 8 nömrəli sual. Flow control hansı layerdədir? Doğru cavab B variantı transport. TCP 4-cü layer olan transport layerdə flow control təqdim edir. Keçək növbəti suala. 9 nömrəli sual. Segmentləmə hansı layerdə olur? Doğru cavab A variantı transport. 4-cü layer olan transport layer datanı segmentlərə bölür. Keçək növbəti suala. 10 nömrəli sual. Transport layer və presentation layer arasındakı layer hansıdır? Transport layer 4-cü layerdir, presentation layer isə 6-cı layerdir. Bu sual bizdən 5-ci layeri soruşur. Doğru cavab B variantı session layer. OSI modelinə aid olan sualları izahlı formada cavablandırmağa çalışdım. Ümid edirəm ki, bu sualların izahı şəbəkəni daha yaxşı öyrənməyinizə kömək edəcək. Videonu bəyəndiyseniz like etməyi, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın.